35 yaşlı kişi pasientimizdir. Uzun müddətli stres, gərginlik keçirir. Səbəblərdən mədə ağrısı şikayəti hiss edir. Mədəsində yanma tərzi ağrılar var deyir. Yeməklə heç bir əlaqəsi yoxdur. Ara sıra davamlı narahat edir. Xəstəmizin mədəsinə baxırıq. Mədədə çox sayda yer xırda ölçülü eroziyalar görürük. Eyni zamanda qastriti də var xəstəmizin. Mədə mikrobunu da götürək, səbəbi araşdırmaq üçün. Müalicəmizin yaxşı getməsi üçün bu vacibdir. Ümumiyyətlə, stres, gərginlik, mədə xoraları, 12 barmaq bağırsaq xoraları yarada bilir. Bu səbəblə çalışın çox stres və gərginlikdən uzaq qalın. Və əgər uzaq qala bilmirsinizsə də müalicəsini alın. Müxtəlif sakitləşdirici dərmanlarla kontrol altına almaq mümkündür. Təbii ki, həkim kontrolu altında mütləq şəkildə həll olunması lazım olan bir durumdur. Müayinəmizi tamamladıq. 12 barmaq bağırsaqda ciddi bir şey görmədik. Pasientimizə müalicə təyin edəcəyik inşallah. Nəticəmizi də sizdən bölüşərik. Sağlam olun, sağlamlığınıza dəyər verin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.